Salam əziz dəyərli izləyicilər. Bugün sizə şir bürcünü təqdim edirəm əzizlərim. Əziz şir, həyatında elə bir hadisələr baş verə bilər ki, artıq əvvəlki kimi qalmaq istəməyəcəksən. Bu həftə ruhun sənə çox güclü işarələr göndərəcək. Gecələr biraz düşüncəli ola biləcəksən. Qəfil yadına düşən insanlar, xatirələr ola biləcək. İçində yaranan bu qəribə hisslər təsadüfi olmayacaq əzizim. Uzun müddət haqq etdiyin diqqət, qiymət yavaş-yavaş sənə gəlməyə başlayacaq. Amma burada sənin yüksəlişini hər kəs səni qarşılaya bilməyəcək. Hər kəs səni istədiyin kimi qarşılamayacaq. Çünki ətrafında səni qısqanan insanlar var. Xüsusilə iş yoldaşında işləyirsənsə, sosial çevrədə biraz diqqətli olmağın vacibdir əziz şir. Son günlərdə özünü yorğun, həm də əsəbi hiss edirsən. Sanki içində yığılan sözlər var və ya danışılmayan sözlər var. Susmusan. Bəzi mövzular içində olaraq susmusan, amma partlamaq vəziyyətinə çatmışsan. Sən artıq hər şey içində saxlamaq istəmirsən. Artıq yorulmusan. Sənə qarşı ikiyüzlü davranan insanlar var. Üzünə başqa, arxanda başqa danışır. Maraqlısı budur ki, sən artıq həmin enerjini hiss etməyə başlamısan. Bu həftə bəzi insanların həqiqi niyyətini açıqlayacaqsan. Çox mərhəmətli, güclü, saf, əli açıq bir insansan, əziz şir. Səndən istifadə edən insanlar oldu. İstifadəçi insanları da artıq tanıyırsan. Sevgi həyatında biraz böyük hisslər, həm qısqanclıq, həm emosional bir partlayış göstərir. Anidən bir-birinizə qarşı çıxa bilərsiniz. Əgər sevgilin var, partnyorun var, həyat yoldaşın var, münasibət varsa aranızda çox dərin söhbət olacaq. Çünki uzun müddətdir gizlətdiyin bəzi hisslər var, bunlar yavaş-yavaş üzə çıxacaq. Səni unutmayan biriləri var, bağlı bir enerji. Bu insan sənin haqqında düşünür, geri dönməyi də istəyir. Amma bu həmin insanın tam dəyişmədiyini də göstərir, dəyişməmiş. Necə səni incidib, necə üzmüş, acılar vermiş, xasiyyətin heç dəyişməmiş. Ona görə də keçmişə qayıtmaq qərarı verərkən diqqətli olmaq lazımdır siz üçün. Subay, tək olan şirlər çox güclü olacaqsınız, güclənəcəksiniz. Həyatıma qəfildən biriləri daxil olacaq. Aranızda da güclü bir enerji hiss edəcəksən. Sanki əvvəllər onu tanımış kimi hiss edə biləcəksən içində. O qədər sənə yaxın ola biləcək. Bir məkanda tanış ola bilərsiniz. Üzərinizdə o qədər ağırlıq var şir bürcündə olanlar. Bəziləriniz o qədər halsızsınız ki, bu fincandan onu enerjini hiss edirəm. Özümdən asılı deyil, əzizlərim, valla. Sizin içinizdə elə bir bəzilərinizdə çökmüşsünüz, elə bir əliniz qolunuz bağlı kimi durub insan bir iş görmək istəyər, həvəsi yoxdur, görə bilmir. Çünki həm göz nəzərindən olmuşsunuz, ağırlaşmışsınız. Qələm surəsini oxutdurun evdə, ya oxuyun suya heç olmasa için 51-52-ci ayələrini oxutdurun evinizdə, oxuya bilmirsinizsə. Bir də ki, negativ yollanmış sizə, əziz şirlər. Bəzilərinizin qapısının ağzında çıxırsan çölə, görürsən qum kimi, nəsə xırda toz kimi bir şeylər var. Negativ yolluyla, düz istəməzdim bu barələrdə çox danışam, əzizlərim. Amma ki, çıxanı mən sizə deyirəm, biraz yoğuşan otu tapın, evdə yandırın, tüstüsün verin. Qapının ağzından Nas Fələk surələrini oxuyaraq duzlu suya çiliyin oralara. Çalışın, özünüz hərəkət etdikcə qabağa doğru da gedəcəksiniz, əzizim. Ailə münasibətində köhnə mövzular, köhnə danışılan söhbətlər yenidən açıla bilər. Evdə dırdır eləyən biriləri, çox yorulmuşsan, çox danışır, burnunu hər bir şeyə soxur. Hər bir işə baş vurur. Ona görə sənə artıq təsir edir. Artıq bu insandan necə uzaqlaşın fikirləşirsiniz. Yarımçıq qalan bəzi incikliklər göstərir sizdə. Xüsusilə kişi enerji diqqət çəkir.
Ata, yaşlı kişi, qohumla da bağlı ola bilər, emosional söhbətlər ola bilər. Qohum çevrəsində qeybət, paxıllıq enerjisi çoxdur. Sənin həyatında baş verən dəyişikliklər bəzi qohumlarda insanları narahat edir, hətta çevrəndən belə. Onlar bunu gizlətməyə çalışsalar da o enerjini aydın görəcəksən. Hər kəsə də çalış, sir vermə. Sənin ağzından söz almaq istəyən insanlar var. Dolaşırlar ətrafında, ağzından söz almaq istəyir. Alıb başqa yerdə başqa söz danışmaq istəyir. Yəni sən öz saflığından, düzgünlüyündən onunla açıq söhbət apara bilərsən. Həyatında, qonşuluqda, münasibətlərdə bəzi qəribə dəyişikliklər ola bilər. Ola bilər danışmadığın bir qonşu qəfildən sənə yaxınlaşa bilər. Ya onunla aran yoxdur, amma o sənə addım ata bilər. İkiyüzlü insanlar görünür ətrafında. Sənə çox yaxın görünür bu adam. Həm də arxanda çox danışır. İş mühitində yüksələcəksən, oğruların ola biləcək, amma sənin oğrularına yəni qısqanclıq aparan bir nəfər var ki, gözü götürmür, elə istəyir hamının yanında səni pisləsin, səni ayağının altına daş qoyur. Yeni işə keçə bilərsən, ya yeni işi düşünürsən, yeni layihə, rəhbərlikdən xəbər görsənir sənin üçün. Amma burada sənət işi də var. Ya müqabilə nə işləyirsinizsə bir sənət sizə uzada bilərlər. Hər sənəti də diqqətlə yoxlamaq lazımdır. Çünki hamısına qol çəkmək olmaz. İş yerində səni izləyən bir rəhbərlik var. Amma sənin etdikləri və iş və bütün hamısına diqqət edir. Amma paxıl qadın da var ki, o qadın müdiriyyətə səndən lazım olmayan sözlər çatdırır, amma müdiriyyətin inanmır ona. Arxanla danışır. Pul məsələsinə əlaqəli əlinə gözlənilmədən pul gələ bilər. Çox zəkisən, əziz şir. Özü, yəni işləmə qabiliyyətin də güclüdür. Yeni bacarıq da bacarırsan, yeni səhifə də həyatında aça bilirsən. Yəni hərəkətdə olacaqsan. Vaxtikən əlində imkanın olub, yanında çox dost tanış, qohum əqrəbi olub, qapın açıq olub, süfrən açıq olub. Amma biraz büdrəmsən, biraz geri çəkilmişsən, hamısı öz yuvasına çəkilib, elə bir sən yoxudun heç dünyada. Yenə sən qalxdıqca, yenə də başlarının elə bir cücərmiş o toxum kimi çıxaracaqlar ki, biz də varıq burada. Artıq sən hamısını tanıyırsan, yox deməyi də bacarırsan artıq bəziləriniz. Əlindən texnika, evin texnikasından əlaqəli və ya maşını varsa avtomobillə əlaqəli biraz məsrəfin çıxacaq əlinizdən. Yəni ola bilər maşını düzəltdirəcəksiniz, ya maşınla əlaqəli bəzi problemlər ola bilər. Ailəyə bir sevinç gələcək. Biraz emosional həssaslıq var sizdə. Övladınız varsa çox diqqət edin. Çünki övladınız sizdən bir anlayış istəyəcək. Övladınıza doğru yolu göstərəcəksiniz. Sizi qoruyan bir enerji var. Bir mələkdirmi, mələklərdimi qoruyur. Daxili gücünüzün oyandığını göstərir. Sən artıq əvvəlki qorxuların içində qalmaq istəməyəcəksən. Bax, bağlantıların güclənəcək, güclü bağlantıların ola biləcək bəzi insanlarla, səyahətlər, hüquqi məsələlər, düzüb qoşduğun işlər, yeni tanışlıqlar. Biraz sağlığınıza fikir verin, bel ağrıları, belinizdə qrija, ondan sonra təzyiq aşağı, yuxarı, sinirlə əlaqəli, qarında ağrılar, yəni biraz zəhərlənmə də, yeməyinizə, yediyinizə, içdiyinizə baxın, bir zəhərlənmə də ola bilər, biraz özünüzə fikir verin. Maddiyyatda çox üstünlük verirsiniz, özün dəyərin özün biləcəksən, üzülmək istəməyəcəksən, heç kimi qırmaq, nə də qırılmaq istəməyəcəksən. Üzüntülər var. Anidən əsəbləşib kiminsə qəlbini qıra bilərsən, üzə bilərsən. Ona görə özünü biraz öfkəvə hakim olursan. Ürək qırmaq istəmirsən, gözəl xəbərlər alacaqsan, sevinəcəksən, içində yaşadıqların fərqindəsən, tələsik bir iş üçün hərəkət edəcəksən. Hərdən fikirləşsən ki, mən bu qədər hərəkət edirəm, amma hər şey məndən qaçır. Olumlu şeylər ola biləcək, əzizim. Üzərinizə şər atacaqlar, biraz diqqətli olun və ya şər atıldı. Lakin onunla əlaqəli, yəni, onu sübut edəcəksən. O şərlə əlaqəli bir bağlantın da yoxdur. Naxaq yerə danışmışlar. Əzizim, biraz diqqətli, gözü açıq ol. Alacağın xəbər, istədiyin bir qovuşma, ayağını geri çəkən biriləri var, gözünü dörd aç bu aralar, maddi mənəvi güc qazanacaqsan, birini çox gözləyirsən, problemlər aranızda, amma özünə çox dəyərlisən, onu indi bilirsən. Onun üçün, bunun üçün özünü çox yorma, əzizim, çalış. Həyatını dadını çıxar. Coşqulusan, gözəl coşqulu günlərin olacaq.
həm evin dəyərini bilməyənlər oldu. Biriləri evdə sizə qarşı çevrəndən tanıdığın, biriləri kapriz edə bilər sənə. Bəzi şeylər var ki, sənə qiymət vermirlər, bunu biləcəksən. Yavaş-yavaş bəzi insanlardan çəkiləcəksən. Ailə içindən biriləri artıq səninlə gözəl bir söhbətlə gələcəyə yol açacaq. Keçmişi burax ki, əzizim, gələcəyə yer olsun sənin üçün. Gələn qonağın ola bilər, gələnləri qarşılayırsan. Kefsiz kimi sən elə bir sənin dəyişimin də diqqət çəkə bilər, çox dəyişimlər ola biləcək. Öz-özünə söz verdin, yıxılmayacağım, iş xəbəri 10 günə gələ bilər. Rəngarəng qərarlar alacaqsan. Ya həyat yoldaşınla, ya sevgilinlə biraz bəzi məsələlərlə əlaqəli yorğunluqların var, enerjin düşmüş, inşaat işləri varsa da bitəcək tezliklə. Təzminat almağı ya da ki, məhkəmə, aliment işlərlə əlaqəli məhkəmə ola bilər. Göz yaşın oldu əzizim. Edilən yaxşılıqları unutmayacaqsan. Evin içində biriləri lüksa düşkündür. Yaxşı istəyir geymək, yaxşı istəyir yemək, amma tənbəlliyi var. Hər şeyə hazır istəyir. 2 nəfərlə ortaq qərar verəcəksən. Peşmançılığın var, yükü atmaq istəyirsən. Sənətlə əlaqəli bir anlaşma, rahatlanma. Ailə içində bir qopuqluq, əmlak məsələləri, enişli çıxışlı yolların var. Beynin, zehnin qarma qarışıqdır. Hüquq məsələləri çözə bilərsən, vizanın bir xəbəri ola biləcək, bir sənət əlvə gələcək, haqq etdiyin yerdə olacaqsan. Heç kisə görə geri addım atmayacaqsan. Elə bir 18-dən 19-undan sonra sosiallaşaraq mən buradayam bəzilərinə bildirəcəksən əzizim. Yəni bir də sizə kiçik bir ritual deyim. Bazar gecəsi, bazar günü, üzr istəyirəm, qızılı rəngdə və ya axşam yandır. Yanına bir stəkan su qoy. İçindən keçən arzunu 3 dəfə təkrarla. Sonra həmin suyu səhərə qədər açıq havada qoy ginən. Yəni pəncərəyə qoy, yəni açıq olsun. Səhər sonra götürür onu torpağa tök ginən. Bu o deməkdir ki, yolun açılır, güclənməyə doğru getsən, enerjin çox, yəni qüvvətlənəcək enerjin. Bu kiçik bir ritualları sizə məsləhət görürəm əzizim. Həftənin sonuna doğru bir işıq, həyatında bir dövr bağlanır, bir dövr açılır. Bəzi insanlar uzaqlaşır, bəzi insanlar yaxınlaşır. Əsas məsələ budur ki, sən artıq əvvəlki insan deyilsən, əziz şir. Səninlə birgə həqiqəti danışmayan, sənin yanındadır, amma həqiqəti sənə danışmır. Yəni fincan onu göstərir ki, yəni onun niyyətini bu yaxınlarda, yəni ortaya çıxdığını görəcəksiniz. O anda da hisslərin sənə doğru yolu göstərəcək əzizim. Sənin üçün əziz şir, bu həftə əsas deyərdim ki, bəzi hadisələrin həftəsi ola bilər. Ruhun güclənəcək. Kainat sənə köhnə enerjidən çıxarıb yeni həyata hazırlayır. Sən buna hazır ol. Hiss etdiyin hər qəribə duyğu, gördüyün hər işarə səni, taleyini yeni bir mərhələsinə yaxınlaşdırır. Amma səndən kim uzaqlaşırsa, kim ayrılırsa, kim gedirsə, demək ki, Allah bunu qurban olduğum bilir, səni istəyir. Ona görə sənin üçün yol açır ki, o bir məsəl var, biri ölməsə biri dirilməz. Biri həyatından getməsə, digəri sənin həyatıma girib tanış olmaz əzizim. Yeni tanışlıqlar ola biləcək, övladınla əlaqəli qürur duyacaqsan. Bir burnu belə əyri kimi, biraz belə burun biraz belə əyri fason gələn bir, yəni başında da alnı yekədir. Alnı açıq biriləri. Deyərdim bir kişidir, elə bir. Biraz ondan diqqətli olun. Diqqət edin, yəni. Neysə, sizə dəstəkləyən insanlar olacaq. Bu əngəlləyə bilər bu dəstək olan insanları. Bir də gözəl bir yolunuz var. Təyyarə ilə ya gələn olacaq, ya gedə biləcəksiniz. Ya qatarla niyyətiniz var. Harasa gəzməyə qatarla gedəcəksiniz. Qatarla gedə bilərsiniz. Bir səbir gəldi sizin. Bir də bir sənət işini həll edəcəksiniz. Bir ev çıxarışını alacaqsınız əlinizə sənəti ya da sürücülük vəsiqəsi. Bir diplom, bir sertifikat övladın əlinə ala bilər. Ev heyvanı ev almaq istəyəcəksən, ya övladva, ya nəvəvə gözəl bir düşəri bir heyvan olacaq əzizim. Belə yer rəngimi, ağ rəngimi, belə təmiz açıq rəngdə bir heyvandır. Ya pişikdir, bəlkə də ev alırsınız. Bir nəziriniz var. Nəzir demisiniz, amma onu eləməmişsiniz. Kiçik bir nəzir demisiniz vaxtı ikən.
Amma bəlkə də övladınız üçündür, nəvəniz üçündür, bəlkə də özünüz üçün demirsiniz, amma etməmisiniz. Üzərinizdə biraz nəfis var, sözünüzü danışanlar var, dedikodu edənlər var. Biraz özünüzə yəni diqqət edin. Sağlamlığınıza da fikir verin. Yollarınız yavaş-yavaş açılır. Çox çətin günlər keçirdiniz. Həmişə diqqət mərkəzindəsiniz. Ona görə sizin sözünüzü çox danışırlar. Fikir verməyin buna əzizim. İnşallah yüksəkliyə doğru gedirsən. Bir də istədiyiniz, arzu etdiyiniz bir yerə turla gedəcəksiniz. Bir də bir ziyarətgah görsənir ki, bəziləriniz kim istəyirsə onu Allah qəbul etsin. Bəziləriniz də elə bir namaza başlamışsınız. Amma üzərinizdə nəfis var, düşməniniz də ayıqdır, gözləyir. Diqqətli olun. Diqqətinizə görə var olun, sağ olun.